Qardaş, dizel Sarento'nun kollektordur. Görün nə gündədir, buna bax. Hava getməyə konkret yer qalmayıb. Sonra deyirsiniz ki, dizel iş deyil, problem yaradır. 100.000 kilometr ərzində bunu bir dəfə yuduzdurmaq lazımdır. 140 manata başa gəlir. Və görürsünüz, bunu heç kim eləmir. Bu vəziyyətdə sürürlər, sonra deyirlər ki, sərfiyyat artımı var, maşın boğulur. Koreyadan gəldiyi kimi çəkmir maşın. İndi zəifləyib çəkmir. Təbii ki, çəkməyəcək. Görürsünüz nələr çıxır. Bu da Santa Fe də gəlib, hava sistemi təmizlənəcək. Maşın arada rejimə düşür, samavarı doludur onun üçün. Klapanların yerinə baxın bir dənə. Bu naqarlar hamısı gedir Porsche-nin başına. Ondan sonra Sajviya hamısı çıxış kollektoruna gedir. Nəticədə nə olur? Problem yaradır, xərci çoxalır. Bu cür nə sökülür? Görürsünüz tək-tək. Samavarı, ondan sonra Yegerin trubkası, kəpənəkləri hamısı görürsünüz burada. Bunlar tərtəmiz təmizlənməlidir ki, maşın düzgün şəkildə işləsin, hava axını düzgün olsun. Bizdə burada peçdə yolur hamısı. Göstərirəm, görürsünüz. İndi gedəcək peçə ideal şəkildə təmizlənir. Ondan sonra nə olur? Maşın rahat nəfəs alır. Rejimə də düşmür. Yanacaq sərfiyyatı da düzəlir. Hamısı qaydasına düşür. Görürsünüz. Turbo motorların əksəriyyətində bu problemlər dizellərdə olur. Nəyə görə? YGR sisteminə görə çox vaxt kollektor sistemi tutulur. Soruşurlar ki, səbəb nədir? YGR-in ləğv elətdirsin, bu sistem gec-gec tutulacaq. 50.000-ə tutulursa, tutulacaq 100.000-ə. Amma heç kim YGR-i ləğv elətdirib maşının standartlarını pozmaq istəmir. Onun üçün də bu vəziyyətdə hava sistemi mütləq təmizləmək lazımdır. Görürsünüz, ideal şəkildə klapanların yerinə kimi hamısı təmizləndi. Səhifədə əlaqə nömrəmiz var. 140 manata başa gəlir. Ünvanda Babəkdə Medikal Hospitaldan 100 metr yuxarıdan.